qaya parçalanır, içərisindən bir barama qurtu çıxır, qabağında da göy tut yarpağı. Nida gəlir ki, ya Musabba, mən belə ruzu verərəm. Ağlıma gəlməyən yerdə barama qurtu, onun da qabağında göy tut yarpağı xəlq eləmişəm. Mən həmən o əhvalatı bir şeirimdə bir beytə salmışam. Deyir ki, ey könül, dünya qəmindən bir zaman azadə ol. Çəkməsən, çəksən də qəm, yox faydası amadə ol. Yox fələkdən bir nəfər aləmdə qurtarsın yaxa, axırın puşdur, geda ol, istəsən şəhzadə ol. Həmən bu qəzəlin bir orta beyti var, deyir ki, ruzu fikrin çəkmə çox, bölmüş cahanın xalıqı, çatmalı ruzun sənə, gəl istəsən dəryada ol. Yəni, insanların hamısının Allah-Taala ki, yaradırdı, hamısı içində bir ruzu yetiribdir.